məcburi köçkünlərə də müraciətim var və məcburi köçkünlərdən də çox xahiş edirəm. Bu vəsaiti alan kimi, bilirsiniz, orada ailə var 10 nəfərdir. Bu alacaq 360 manat. Ailə var 5 nəfərdir. Bu alacaq 180 manat. Bu böyük vəsaitdir. Onu alan kimi indi hər ailə kimi məcburi köçkün ailəsində müxtəlif problemləri var. Yəni o dəqiqə o vəsaiti elə hara gəldi xərcləməsinlər. Kommunal xidmətlərə, onun istifadə yanvar ayında etdiyi elektrik enerjisi sayğacları var. Suya, qaza nə istifadə edib, hamısı sayğacına baxsın, o vəsaiti ayırsın, qoysun qırağa. Çünki ayın 30-u 31-i gəlib qapılarını döyəcək kommunal xidmət təşkilatları ki, ödəyin. Və bu narazılıq yaranmaması üçün çox xahiş edirəm məcburi köçkünlərdən. O böyük vəsaiti ələ alıb sevincindən tez bazara qaçmasın. Əvvəl o vəsaiti qoysun kənara, ondan sonra nə qalacaq, geçsin, istəyir bazarlıq eləsin, istəyir başqa problemlərdə özü bilər. Yəni ailə büdcəsinə başlasın nəzarət etməyə.